Rusiyanın Yekaterinburg şəhərində Səfərovlar ailəsinin başına gətirilənlər Xocalı soyqırımını xatırladır. 90-cı illərdə bizi ermənilərin əli ilə qıran Rusiya, bugün eyni siyasəti dırnaqarası qanun keşikçisi adı altında yetişdirdiyi Rus polisi hesabına davam etdirir. Fərqli dövr, eyni düşüncə, eyni niyyət. Azərbaycanlıları və bir zaman SSR-nin tərkibində olan xalqları əzmək, qorxutmaq, susturmaq. Rusiyanın 2020-ci ildə Qarabağ zəfərimizdən sonra həyata keçirdiyi bəzi addımlar əslində bunu açıq şəkildə göstərmişdi. Əvvəlcə bölgəyə, yəni Qarabağa yerləşdirdiyi sülh məramlarla öz maraqlarını təmin etməyə çalışdı. Ardınca Qroznoda güya səhvən təyyarəmizi vurdular. İndi isə Yekaterinburgda diaspor fəalı adı ilə seçilən şəxslərə qarşı fiziki və mənəvi işgəncələr tətbiq edirlər. Belə demək mümkünsə, Rusiya Azərbaycanlılara 3 şəhərdə, Xankəndidə, Qroznoda və Yekaterinburgda hücum etdi. Səfərovların başına gətirilən soyqırımı bir ailəyə qarşı deyil, bütöv Azərbaycana qarşı törədilib. Biz bu hadisəni unutmamalıyıq. Dövlətimiz və diaspor təşkilatlarımız bu məsələni beynəlxalq səviyyədə gündəmdə saxlamalı, hüquqi və siyasi addımlar atmalıdır. Çünki susmaq razılaşmaq deməkdir. Biz susmamalıyıq. Yazının müəllifi Zahira Akif qızı. Mətni tam şəkildə şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.